Bəzən insanın sustuğu, dünyanınsa qışqırdığı vaxtlar olur. Bəzənsə hər şey susur. Hər şey. Zamanın dayandığı bir andan danışacağam sənə. Bir vaxtlar həyat dolu olan bu dünya indi sadəcə tozdan, xatirələrdən və səssizlikdən ibarət idi. Qiyamət deyilən o gün gəldi. Kimyəvi fəlakət, partlayışlar, radioaktiv yağışlar, sonra səssizlik. Sanki kainat nəfəsini tutmuşdu. Və bu səssizliyin içində yalnız 2 nəfər sağ qaldı. Onlardan biri Kaan, digər isə Ela idi. Kaan, keçmişində əskər, gələcəyində isə bilinməzliyi olan bir adam. Hər şeyi itirmiş, amma yenə də yaşamaq instinktindən imtina etməyən biri. Ela isə musiqi müəllimi idi. Yumşaq qəlbli, duyğulu və həyatı kiçik gözəlliklərdə tapan bir qadın. Onlar fərqli idilər. Amma indi tək ortaq cəhətlər vardı. Yaşamaq. İlk dəfə qarşılaşdıqları gün bir dağıntının kölgəsində idi. Kaan uzaqdan səs eşitmişdi. Bir radio ya da ağlayan bir insan. Ora getdi. Ela yerə çökmüş, əlində bir musiqi qutusu tutmuşdu. Kaan yaxınlaşanda Ela qorxdu. Amma sonra bir anlıq baxışlar kəsişdi. İnsanlar unudulmuşdu. Amma insanlıq hələ tam ölməmişdi. Kaan ona su verdi. Ela ona bir mahnı zümzümə etdi. Beləcə başladı bu qəribə birlik. Günlər, həftələr, aylar. Onlar birlikdə yemək axtarır, dağılmış evlərdən işə yarayacaq əşyalar toplar. Bir-birlərinə danışmaqdan çox baxardılar. Danışmağa söz yox idi. Ya da bəlkə də lazım değildi. Kaan özünə sığınacaq düzəltmişdi. Köhnə bir məktəb binasının zirzəmisində. Oranı birlikdə təmir etdilər. Hətta gecələr kitab oxuyar, radioya qulaq asar, qaranlığın içində bir-birlərinə ümid olardılar. Bir dəfə Ela soruşdu. Səncə, bizdən başqa bir nəfər də qalıbmı? Kaan çiyinlərini çəkdi. Əgər qalıbsa, ya bizə gəlir, ya da biz ona. Bu sual o gündən sonra onların arasında həmişə qalacaq bir sirrə çevrildi. Bəlkə, deyə yaşadılar. Zamanla aralarında bir his yarandı. Amma ad qoymadılar. Sevdi demədilər. Çünki bu yeni dünyada sevgidən danışmaq köhnə dünyanın lüksü kimi gəlirdi. Amma bir-birlərinə baxanda gözlər danışırdı. Ta ki, bir gün Kaan uzağa getmək istədiyini dedi. Bilirəm, burada təhlükəsizlik tapmışıq dedi. Amma içimdə bir səs deyir ki, hardasa bir qurtuluş var. Bəlkə də başqa insanlar, bəlkə də başqa həyat. Ela qorxdu. İlk dəfə səsində titrəmə oldu. Bəs məni burada tək qoyacaqsan? Kaan sustu, gözlərini qaçırdı. Sonra dedi, mən qayıdacam, söz verirəm. Amma o heç vaxt qayıtmadı. Ela hər səhər oyandı, qapıya baxdı. Hər gecə radioya qulaq asdı. Hər addım səsi onu ümidlə ayağa qaldırdı. Amma gələn olmadı. Yemək tükəndi, su azaldı, ümid soldu. Amma o gözlədi. Aylar keçdi. Bir gün uçurulmuş bir bina yaxınlığında bir fişəng işığı gördü. İçində nəsə oyandı. Bəlkə bu Kaandır, deyə düşündü. Ayağa qalxdı. Güclə yeriyirdi, amma ruhu onu çəkirdi. İşığa çatanda orada Kaan yox idi. Amma bir dəftər vardı. İçində tanış bir əl yazısı. Qan ləkələri vardı kənarında. Sözlər tələsik yazılmışdı. Kaan yazmışdı. Əgər bu dəftəri tapırsansa, deməli mən hələ də səni düşünürəm. Mən getdim, amma səni buraxmadım, səni unutmadım. Mən sadəcə səni xilas etmək istədim. Amma bu dünya, Ela, bu dünya artıq bizi istəmir. Bil ki, səni sevdim. Əgər mən ölmüşəmsə, bu sevgi ilə getmişəm. Ela diz çöktü. Göz yaşları dəftərin üzərinə damladı. İlk dəfə qışqırdı. Bu səssiz dünyaya qarşı bir qadının qırıq ürəyinin hayqırtısıydı bu. O, geriyə qayıtdı. Köhnə məktəb binasında tək yaşamağa davam etdi. Amma bir şey dəyişdi. Artıq yaşamaq üçün yox, Kaanın xatirəsi üçün yaşayırdı. Hər gün bir səhifə yazdı. Kaan üçün. Onun yoxluğunu, onun varlığını və onun sevgisini. Bir gün illər sonra uzaqda bir uşaq səsi eşidildi. Ela o səsi tanımadı. Qapını açanda bir qız uşaq dururdu qarşısında. Sual verdi. Siz Kaan'ı tanıyırsınız? Ela dondu. Qız davam etdi. O mənim atamdı. O an
dünya bir daha dəyişdi. Daha fazla hekayələr için abone ol.